Hər kəsə salam. Bugün Rusiyanın müstəmləkə rejimi yaratması, müstəmləkə rejiminə qarşı üsyanlar mövzusundan danışacağıq. Mövzunun izahına keçməmişdən qabaq bildirmək istəyirəm ki, fevral ayından etibarən abituriyentlər üçün yeni qruplar fəaliyyətə başlayır, dərslərə başlayırıq fevral ayından etibarən. Əgər dərslərə yazılmaq istəyirsinizsə də qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz. Deməli, Çar Rusiyası Şimali Azərbaycanı işğal etdikdən sonra burada komendant idarə üsulunu yaradır. Bəs Rusiya Şimali Azərbaycan xanlıqlarını hansı ardıcıllıqla və necə işğal etmişdi, ləğv etmişdi? Deməli, Gəncə xanlığı 1804-cü ilin yanvarında işğal olunur, elə işğal olunduğu kimi də ləğv olunur. Qarabağ xanlığı, Şəki xanlığı və Şamaxı xanlığı. Bunlar da 1805-ci ildə Rusiya ilə Kürəkçay müqaviləsini imzalamaqla Rusiyanın tərkibinə daxil olur. Ancaq ləğv olunmaları daha sonradır. Şəki xanlığı 1819-cu ildə, Şamaxı 1820, Qarabağ xanlığı isə 1822-ci illərdə ləğv olunurlar. Siyanovun başçılığı ilə Ruslar Dərbənd, Bakı və Quba istiqamətində 1806-cı ildə yürüşlərə keçirlər. Hər üçü 1806-cı ilə tabe olunur, lakin Dərbəndlə Quba, Dərbəndlə Bakı elə işğal olunduğu kimi ləğv olunurlar. Qubada isə 4 illik bir əyalət şurası fəaliyyət göstərir. Deməli, Qubada 1806-cı ildən 1810-cu ilə kimi yerli əyalət şurası fəaliyyət göstərir. 1810-cu il Quba üsyanı ilə də bu əyalət şurası dağıdılır. Lənkəran 1812-ci ilin sonu 13-cü ilin 1 yanvar tarixində işğal olunmuşdu. Ləğv olunması 1826-cı ildir. Naxçıvan 1827-1828-ci illərdə ləğv olundu. 1827-ci ildə həm Naxçıvan, həm İrəvan 2-ci Rus-Qacar müharibəsi dövründə Ruslar tərəfindən işğal olunur. Ləğv olunmaları 1828-ci ildədir və Naxçıvan və İrəvan ərazisində isə erməni vilayəti yaradılır. Deməli, 1828-ci ildə Naxçıvan və İrəvanda yaradılır nə? Erməni vilayəti. Dedi ki, Şimali Azərbaycanda xanlıqların və sultanlıqların ləğvi ilə yeni hərbi idarə üsulu olan komendant idarə üsulu yaradılır. Bəs bu komendant idarəçilik dövründə ərazi quruluşumuz necə idi? Azərbaycan ərazisi bölünürdü əyalətlərə, dairələrə və distansiyalara. Bəs bu əyalət, dairə, distansiya bunları kimlər idarə edirdi? Çar Rusiyası Şimali Azərbaycanı, ümumiyyətlə Cənubi Qafqazı işğal edəndən sonra Cənubi Qafqazın baş hakimliyi adlanan bir qurum yaradır. Bu qurumun başında baş hakim dururdu. Baş hakim də Çarın fərmanı ilə əsasən Ruslardan təyin olunurdu. Yəni, Cənubi Qafqazın baş hakimi Cənubi Qafqazdakı Rus qoşunlarının komandanı hesab olunurdu. Cənubi Qafqazın baş hakimi də komendantı təyin eləyirdi. Komendant da bütün mülki və hərbi işlərə başçılıq edirdi. Məsələn, Lənkəranın komendantı ayrı idi, Bakının komendantı ayrı idi və s. Komendant təyin edirdi naibləri və kəndxudaları. Naib və kəndxudalar kimlərdir? Naiblər mahalları idarə edirdilər, kəndxudalar kəndlər idarə edirdilər. Və komendantla baş hakim Ruslardan təyin olunduğu halda naib və kəndxudalar isə yerli əhalidən təyin olunurdular. Lakin bunlar çarizmə sədaqətlərini nümayiş etdirməli idilər. Deməli, baş hakim təyin etdi komendantı, komendant təyin etdi naibi və kəndxudanı. Baş hakimi də təyin etmişdi Çar. Danışaq komendant idarəçiliyi dövründə Azərbaycanın inzibati ərazi quruluşundan. Azərbaycan bölünürdü müsəlman əyalətləri rəisliyinə və hərbi dairə rəisliyinə. Müsəlman əyalətləri rəisliyinin mərkəzi olmuşdu Şuşa şəhəri. Tərkibinə aid idi, müsəlman əyalətlərinin tərkibinə aid idi Qarabağ, daha sonra Şəki əyaləti, sonra Şirvan əyaləti və Lənkəran aid idi. Bəs hərbi dairə rəisliyinin mərkəzinə hansı ərazilər aid idi? Hərbi dairə rəisliyinin mərkəzi olmuşdu Dərbənd. Aiddir Dərbənd, Quba və Bakı. Deməli, bunlardan qabaq əvvəldə distansiyalar və dairələr yaradılmışdı. Distansiyalar olmuşdu Qazax, Şəmşədil, Borçalı. Dairələr isə Carbakən və Yelizavetpol. Onları da xəritə göstərək. Borçalı, Qazax, Şəmşədil distansiyaları. Bunlar da 1801-ci ildə Şərq Gürcüstanın Rusiyanın tərkibinə daxil olunması ilə elə Şərq Gürcüstanın içərisində də
Rusiyaya tabe olmuşlar. Yəni, Rusiya Şimali Azərbaycanın işğalına başladı 1801-ci il manifesti ilə. Borçalı, Qazax və Şəmşəddinin tabe edilməsi ilə. Daha sonra 1803-cü ildə Cərbalkən dairəsi tabe edilir. Dairələrə daxildə bir də Yelizavetpol dairəsi. Yəni, indiki Gəncə ərazisi. Məhkəmə sistemindən danışaq. Məhkəmə işləri rus dilində aparılırdı. Var idi əyalət və şəhər məhkəmələri, səhra məhkəmələri və şəriət məhkəmələri. Şəriət məhkəmələri yalnız evlənmə, boşanma, yəni kəbin, talaq və vərəsəlik məsələlərinə baxırdı. Geniş səlahiyyətlərə malik olan əyalət və şəhər məhkəmələri yaradılmışdı. Bir də hərbçilər üçün fəaliyyət göstərməli olan səhra məhkəmələri var idi ki, burada mülki cinayətlərə də baxılırdı. Bu da böyük ədalətsizlik hesab olunurdu. Əvvəldə keçmişik ərəblər, daha sonra ondan da qabaq Sasanilər. Bu xalqlar kimi, bu dövlətlər kimi Çar Rusiyası da Azərbaycanda köçürmə siyasətini həyata keçirmişdi. Çar Rusiyası kimləri köçürmüşdü? Deməli, 19-cu əsrin birinci yarısında Çar Rusiyası ardıcıllıqla Şimali Azərbaycana aşağıdakı xristian xalqların nümayəndələrini köçürübdü. Birinci köçürür Almanları 1817-1818-ci illərdə Şimali Azərbaycanda 2 Alman koloniyası yaradılır. Yelenendorf, yəni indiki Göygöl ərazisində və Annenfeld, Şəmkir ərazisində. Sonra ermənilər köçürülür. Ermənilər də köçürülür Türkmənçay və Ədirnə müqavilələrinə əsasən. Türkmənçay müqaviləsinə əsasən İrandan 40 min erməni, Ədirnə müqaviləsinə əsasən isə Osmanlıdan 84 min erməni ailəsi Azərbaycana köçürülür. Hansı bölgələrə? Naxçıvan, İrəvan, Qarabağ və Borçalıya, yəni Qərbi Azərbaycana köçürülür. Ruslar da 1-ci Nikolayın 1830-cu il fərmanına əsasən köçürüldülər Qarabağa, Lənkərana və Şirvana. Gördüyünüz kimi ən münbit ərazilərə köçürülüblər bunlar da. Bəs Rusiyanın köçürmə siyasəti həyata keçirməkdən məqsədləri nədən ibarət idi? Birinci məqsəd o idi ki, etnik, sosial dayaq yaratsın. Ümumiyyətlə, köçürmə siyasətində məqsəd o idi, etnik, sosial dayaq yaratsın. Məsələn, Sasanilər farsları köçürmüşdü Azərbaycana ki, özlərinə dayaq yaratsınlar burada. Ərəblər Ərəbistandan, Suriyadan, İraqdan ərəb ailələrini köçürmüşlər ki, özlərinə dayaq yaratsınlar. Eləcə də ruslar da xristianları və rusları köçürmüşlər ki, özlərinə burada etnik, sosial dayaq yaratsınlar. Sonra ruslaşdırma və xristianlaşdırma siyasəti, çünki əhalinin böyük bir əksəriyyətini müsəlmanlar təşkil edirdi. Xəzinənin gəlirlərini artırmaq. Nə qədər çox insan oldu, o qədər də vergi olur. Verginin çox olması da xəzinənin gəlirini artırmağın bir yoluydu. Yəni, nə qədər çox vergi olarsa, xəzinənin də gəliri o qədər artardı. Və bu ferzonu yaratmaq. Bu ferzona nə idi? Ümumiyyətlə, iki ərazinin bir-biri ilə əlaqələrini kəsməkdir. İki ərazinin bir-biri ilə əlaqələrini kəsmək üçün bu ferzona yaradılırdı. Qeyd edək ki, bizim qərb qonşumuz o dövrdə Osmanlı idi və Osmanlı ilə Müsəlman Azərbaycan arasında əlaqələr var idi. Hələ xanlıqlar dövründən İrəvan xanlığı idi, Şəki xanlığı idi, Hacı Çələbi hətta Osmanlı ilə ilk əlaqələr yaradan Azərbaycan xanı olmuşdu. Yəni, əlaqələr var idi və Rusiya da bunu bildiyinə görə bu ferzona yaratdı. Necə? Erməniləri, rusları həmin bu Naxçıvan, İrəvan, Qarabağ ərazilərini köçürməklə. Sonra, dini və sosial siyasətdən danışaq. Dini siyasətdə Şiə əhaliyə rəhbərlik etmək üçün Şeyxülislam, Sünni əhaliyə rəhbərlik etmək üçün isə müfti vəzifəsinin təsis olunmasını deyirik 1829-cu ildə. Sonra 1836-cı ildə Xaçın məlikliyi ərazisində yerləşən Alban katolikosluğu ləğv olunur. 1830-cu ildə isə bəy və ağaların torpaqlarının bir hissəsi geri qaytarılır, ancaq dövlət idarəçiliyində iştiraklarına məhdudiyyət qoyulur. İqtisadi siyasətdən danışaq. Rusiya Azərbaycana xammal mənbəyi və satış bazarı kimi baxırdı. Xammal mənbəyi deyəndə nə başa düşürük? Yəni, Rusiya Azərbaycanın pambığından, neftindən, qazından, ipəyindən və s. xammalından istifadə edirdi. Yəni, bu xammalı aparırdı Rusiyaya. Rusiya da istehsal edirdi, yenə satırdı haraya? Azərbaycana. Bizdən alıb bizə satırdı elə bir. Azərbaycandan Rusiyaya ipək, neft, zəfəran, yun, pambıq kimi məhsullar ixrac olunurdu, yəni göndərilirdi.
Şimali Azərbaycanda yaranmış ilk manufaktura Xanabad manufakturası olmuşdu. Şəkidə, yəni Nuxada yaradılmışdı 1827-ci ildə. Manufaktura ümumiyyətlə kapitalizmin ilk müəssisəsidir. İlk kapitalist müəssisəsidir. Manufaktura deyəndə biz əl əməyini, muzlu əməyi və əmək bölgüsünü götürürük. Yəni, əl əməyinə, muzlu əməyə və əmək bölgüsünə əsaslanan kapitalist müəssisəsi adlanırdı manufaktura. 1836-cı ildə Qafqazda ipəkçiliyi və ticarət əkinçiliyini yayan cəmiyyət yaradılır. Kəndlilər. 19-cu əsrdə kəndlilər bölünürdü iki qrupa. Dövlət kəndliləri, sahibkar kəndliləri. Dövlət kəndliləri dövlət torpaqlarında yaşayan kəndlilər idi və sayları sahibkar kəndlilərinə nisbətdə daha da çoxluq təşkil edirdi. Niyə? Çar Rusiyası Şimali Azərbaycanı işğal edəndən sonra həmin buradakı bəy və ağaların torpaqlarının bir çoxunu müsadirə edir. Müsadirə edəndən sonra həmin torpaqlar keçir dövlətin mülkiyyətinə və həmin torpaqlarda çalışan kəndlilər olur dövlət kəndliləri. Çox az bir qismə əhatə edir sahibkar kəndliləri. Bunlar da bəy və ağa torpaqlarında yaşayan kəndlilər idilər. 19-cu əsrdə qəbul olunmuş aqrar qanunlara görə yalnız bu kəndli qrupuna aid edilirdi. Həmin o 1846, 1847, 1870-ci il aqrar qanunları yalnız və yalnız sahibkar kəndlilərinə aid idi. Hansı torpaq mülkiyyət formaları var idi? Əvvəlki dövrlərdə də qeyd etdiyimiz kimi dövlət torpaqları yenə qalmaqdadır. Vəqf yenə dini yerlərə verilən torpaqlar idi. Mülk və mülk xahisə yenə də yerli feodalların irsi torpaqları idi. Tiyul isə Səfəvilər dövründə olduğu kimi şərti torpaq mülkiyyəti idi. Hərbi xidmət müqabilində verilirdi. Çarizm dövründə isə çarizmə sədaqətlə xidmət edənlərə verilən şərti torpaq idi. Çarizm əleyhinə üsyanlar. Harda, nə zaman və niyə baş verdi? Birinci üsyanın səbəbindən danışaq. Ümumiyyətlə, Azərbaycanda, həmçinin dünyada baş verən üsyanların ən mühüm səbəblərindən biri də vergi və mükəlləfiyyətlər idi. Komendant idarəçiliyi dövründə vergi və mükəlləfiyyətlərin ağırlığı, vergilərin sayının çox olması, həmçinin də komendantların özbaşınalığı, yəni əlavə vergilər tələb etməsi xalqdan narazılığa səbəb olurdu. Milli və dini zülm, ruslaşdırma və xristianlaşdırma siyasəti, həmçinin də köçürmə siyasəti, yəni rusların, ermənilərin, almanların ən münbit torpaqlara, ən məhsuldar torpaqlara köçürülməsi yerli əhalidən narazılığa səbəb olurdu. Bu narazılıq da sonra üsyana səbəb olur. 4 ərazidə müstəmləkə əleyhinə üsyan baş veribdi. Carbakəndə, Lənkəranda, Qubada və Şəkidə. Carbakən üsyanı 1830-cu ildə baş veribdi. Üsyan başçıları Şeyx Şaban və Həmzət bəy olmuşdu. Niyə başlanmışdı? Qafqazın baş hakimi Carbakən cəmaətliyinin daxili müstəqiliyinə son qoyur və burada müvəqqəti idarəni yaradır. Bu da əhalinin üsyana qalxmasına səbəb olur. Lakin üsyan yatırılır. Ümumiyyətlə, bu 4 üsyan 4-də yatırılıbdır. Lənkəran üsyanı 1831-ci ildə baş verir. Başçısı keçmiş Lənkəran xanı Mir Həsən xanı idi. Başlanma səbəbi də komendantların özbaşınalığı, müstəmləkə siyasəti və s. Quba üsyanı 1837-ci ildə baş vermişdi. Başçısı Hacı Məhəmməd idi. Başlanma səbəbi Varşavadakı müsəlman alayına Qubadan süvari toplanması xəbəri idi. Üsyançılar tələb edirdilər ki, komendant və onun əlatları vəzifədən kənarlaşdırılsınlar. Süvari toplanması, yəni Varşava alayına Qubadan atlıların toplanması dayandırılsın, vergi və mükəlləfiyyətlər də azaldırsın. Təbii ki, bu üsyanda məğlub olur. Şəki üsyanı ən axırıncı idi. 1838-ci ildə Hacı Məşədi Məhəmmədin başçılığı ilə baş vermişdi. Başlanma səbəbi də yenə vergi və mükəlləfiyyətlərin ağırlığı idi. Lakin bu üsyanlar məğlub olurlar. Məğlub olma səbəbləri də var. Belə ki, zəif silahlanmalar. Üsyançılar zəif silahlanmışlar. Lokal xarakter daşıması, yəni Şəki üsyanı Şəkini əhatə edirdi sadəcə. Quba üsyanı sadəcə Qubanı əhatə edirdi. Yəni yerli xarakter daşıması, lokal yerli deməkdir. Üsyançıların sayca az olması, həlledici məqamlarda ləngimək. Bu da üsyanların əsas məğlubiyyət səbəbləri idi. Lakin üsyanlar məğlub olsa da nəticəsiz qalmırlar. 1840-cı il 10 aprel tarixli qərara görə komendant idarəçiliyi üsulu ləğv olunur.
Artıq komendant idarəçi üsulu Şimali Azərbaycanda 1840-cı ildən etibarən tətbiq olunmur. Bu oldu mövzumuz. Dərsin əvvəlində, videonun əvvəlində də dediyim kimi, fevraldan yeni abituriyent qrupları fəaliyyətə başlayır, sıfırdan başlanır. Birinci blok imtahanına kimi proqram təmiz qutarılır, ikincidə isə yenidən təkrara gedilir. Dərslərə qoşulmaq istəyənlər qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərlər.